Hər vaxtınız xeyir olsun. Biz sizə Sabah Futbol Mərkəzindən xəbər veririk. Azərbaycan çempionu Sabah Çempionlar Liqasında ilk dəfə mübarizə aparacaq. Bu qarşılaşma sabah reallaşacaq. Artıq komanda UEL TNS kollektivi ilə qarşılaşacaq. Qarşılaşmaya hazırlıq çərçivəsində komanda artıq son məşqinə çıxıb və siz fonda da gördüyünüz kimi artıq son hazırlıqlarını yekunlaşdırırlar. Komandanın baş məşqçisi Valdas Dambrauskas futbolçulara son göstərişlərini verdi. Onu da qeyd edeyim ki, məşqdən bir qədər öncə baş məşqçinin mətbuat konfransı oldu və o bir sıra məqamlara toxundu. Mən onları sizin diqqətinizə çatdırmaq istəyirəm. Əvvəla onu qeyd edeyim ki, baş məşqçi düşünür ki, komanda artıq tam şəkildə hazırdır. Eyni zamanda azarkeşləri arenaya dəvət etdi və bu möhtəşəm oyunu izləməyə çağırdı. Komandanı dəstəkləməyə, komandanı tək buraxmamağa çağırdı. Eyni zamanda toplanış çərçivəsində qənaətbəxş bir hazırlıq keçdiklərini qeyd etdi. Yoxlama oyunları keçdiyini və futbolçuların artıq tam şəkildə ümumi olaraq mövsümə hazır olduğunu bildirdi. O qeyd etdi ki, komanda bir addım rəqibindən öndədir. Rəqibin təcrübəsi haqqında fikir bildirdi Valdas Dambrauskas. Qeyd etdi ki, onlar öz ölkələrinin çempionlarıdırlar. Yəni daha çox öz oyunlarına fikir verdiyini, yəni rəqibi yox, öz oyunlarına diqqət etirdiyini bildirdi. Qarşılaşmaya kifayət qədər maraq var, onu da qeyd edeyim. Hələ ki oyuna 5000 bilet satılıb. Bir daha qeyd edeyim ki, Sabah Azərbaycan çempionu Sabah ilk dəfə olaraq ötən mövsüm öz çempionluğunu rəsmiləşdirmişdi. Eyni zamanda ilk dəfə qızıl dubl etmişdi komanda. Azərbaycan kubokunu da sahib çıxmışdı. İlk dəfə olaraq Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizə aparacaq. Komandanın rəqibi isə UEL TNS kollektivi olacaq. Qarşılaşma sabah saat 20-də Masazırda keçiriləcək. Mənim bu saatda çatdıracaqlarım bunlar idi. Siz də Realı izləməyə davam edin.